Salam, hər vaxtınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Sina Əxtəri Şişəvan 1 il müddətinə azadlıqdan məhrum edilib. Amerika Ukraynaya hərbi yardımı dayandıracaq. İranın 60% zənginləşdirilmiş uran ehtiyatı 4 ildə 114 dəfə artıb. Hakan Fidan Londonda Ukrayna ilə bağlı müzakirələrdə iştirak edəcək. Amerikanın köməyi olmasa, Ukrayna ən azı 6 ay Rusiyaya qarşı dayana biləcək. İndi isə daha ətraflı. Qərbi Azərbaycan əyalətində yaşayan mühacir kürdlər bir neçə şəhərdə yaz bayramı Novruz şənliyi adı altında mitinq keçirəcəklər. Məlumata görə, bayram mitinqinin keçirilməsi üçün əlaqədar dövlət qurumlarından rəsmi icazə alınıb. Bununla yanaşı, əyalətin Maku şəhərində ilk çərşənbə günü münasibəti ilə də mərasim keçirilir. Başqa bölgələrdən, xüsusən Kürdistan əyalətindən Makuya gətirilən şəxslərin iştirak etdiyi mərasimdə Kürd atributları nümayiş etdirilir. Azərbaycan şəhəri Kürd bölgəsi kimi təqdim olunub. Türk mədəniyyət xadimləri və vətəndaşlar oxşar mərasimlərin keçirilməsi ilə bağlı və icazə almaq üçün əlaqədar dövlət qurumlarına müraciət etsələr də hələlik cavab ala bilməyiblər. Bu, narazılıqla qarşılaşıb və türk fəallar bunu hakimiyyətin məqsədli şəkildə Qərbi Azərbaycanı Kürd bölgəsi kimi qələmə vermək cəhdi adlandırıblar. Bununla yanaşı, bu, Təbrizdə rəsmi icazə ilə fəaliyyət göstərən elektron nəşr və sosial media kanallarının da etirazı ilə qarşılaşıb. Xatırladaq ki, mühacirlərin bayram mərasimləri bir neçə il əvvəldən Qərbi Azərbaycan əyalətinin milliyyətcə Kürd olan keçmiş valisi Məhəmməd Sadiq Mötamediyan dövründən başlayıb. İranın bir sıra media qurumları isə həmin mərasimləri Kürdlərin Qərbi Azərbaycanda möhtəşəm bayram şənliyi başlığı ilə tirajlayaraq əyalətin Kürdlərə aid olduğu fikrini aşılayıb. Hazırda əyalətdə milliyyətcə türk olan Rıza Rəhmani vali təyin edilsə də, Mötamediyan dövründə başlayan Azərbaycan torpaqlarına iddialı xarakterli ənənə davam edir. Qeyd edək ki, mühacirlərin bu və başqa mərasimləri təhlükəsizliyi və səpaha yaxınlığı ilə tanınan keçmiş narkobaron və hazırda xeyriyyətçi iş adamı kimi qələmə verilən Naci Şərif Zindəşdinin maliyyə dəstəyi ilə keçirilir. Bundan əvvəl narkotik maddələrin alveri və qətldə ittiham olunan Zindəşdi bir müddət əvvəl həbsxanadan buraxılaraq Türkiyəyə gedib. Orada əməllərini davam etdirən narkobaron həm də Türkiyədə yaşayan Tehran hökumətinin müxaliflərinin oğurlanaraq İrana gətirilməsi ilə məşğul olub. Bir neçə ağır cinayətdə ittiham edilən həbs olunan Naci Şərif Zindəşdi sonradan müəmmalı şəkildə Türkiyədən də həbsdən buraxılıb və İrana qayıdaraq Qərbi Azərbaycanda böyük biznes şəbəkəsi qurub. Sina Əxtəri Şişəvan İslam Respublikası əleyhinə təbliğat aparmaq ittihamı ilə 1 il azadlıqdan məhrum edilib. Məlumatlı mənbələrin bildirdiyinə görə, Şir Əzib İnqilab Məhkəməsinin 1-ci şöbəsi Sina Əxtərinin sosial mediada etdiyi paylaşımları sistemə qarşı təbliğat kimi qiymətləndirib. Qeyd edək ki, məhkəmə işi başa çatsa da, zabitlərdən ikisi Nadir Həmidi və Həmid Əmirrıza hələ də cənab Əxtariyə məxsus şəxsi əşyaların hamısını ona təhvil verməyiblər. Xatırladaq ki, 2024-cü il martın 15-də SEPA agentləri Sina Əxtərinin evinə basqın edərək onu həbs ediblər. Türkiyənin Anadolu Agentliyi İranın nüvə silahı əldə etməsi istiqamətində son illərdə atdığı addımlarla bağlı yeni hesabat təqdim edib. Uranın 20%-dən yuxarı zənginləşdirilməsi nüvə bombalarının istehsalına imkan verəcək, parçalana bilən uranın 90% saflığına çatması istiqamətində mühüm addım hesab olunur. Bu səbəblə Tehranın uranı 20% və 60% saflığa qədər zənginləşdirilməsi ciddi addım kimi qiymətləndirilir. MAGATE-nin İran nüvə proqramı ilə bağlı son hesabatında bildirilib ki, Tehran yüksək zənginləşdirilmiş uran ehtiyatını artırmağa davam edir. Hesabatda bildirilib ki, 42 kiloqram 60%-siz zənginləşdirilmiş uran ən azı 90% saflıqda zənginləşdirilərsə, bir atom bombası yarada bilər. Birləşmiş Ştatlar Dövlət Departamenti artıq Ukraynaya hərbi yardım göstərməyəcək və sülh danışıqlarına üstünlük verəcək. Bunu Ağ Evin mətbuat katibi Karolina Levit bildirib. Tramp administrasiyasının yüksək rütbəli rəsmiləri də Washington Post'a bildirib ki, Ağ Ev Ukraynaya cari hərbi yardımı dayandırmağı düşünür. Bu qərar qəbul olunarsa, Ukraynaya çatdırılması gözlənilən radarlar, nəqliyyat vasitələri, döyüş sursatları və raketlər şəklində milyardlarla dollarlıq yardımı əhatə edəcək. Amerikalı ekspertlərin fikrincə, indi Rusiya şərtləri ilə atəşkəs ehtimalı daha da artır. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Ukrayna ilə bağlı müzakirələrdə iştirak etmək üçün Londona gedəcək.
Səfərdə məqsəd Böyük Britaniyanın baş naziri Keir Starmer'ın təşkil etdiyi Avropa liderlərinin görüşündə iştirak etməkdir. Görüşdə Ukrayna mövzusunun müzakirəsi gözlənilir. Amerikaya uğursuz səfərdən sonra Ukrayna prezidenti Volodymyr Zelenski də Londonda baş tutacaq müzakirələrə qatılacaq. ABŞ-nin köməyi olmasa, Ukrayna ən azı 6 ay Rusiyaya qarşı dayana biləcək. Bu barədə Financial Times Ukraynadakı mənbələrə istinadla məlumat yayıb. Ukrayna parlamentinin keçmiş deputatı Mustafa Nayen nəşrə deyib ki, Amerika avadanlıqlarının itkisi əhəmiyyətlidir, amma kritik deyil. Onun sözlərinə görə Ukrayna ruslara boyun əyməyəcəyini göstərəndən sonra ölkəyə göndərilən silahların əksəriyyəti müharibənin dəyişən xarakterini nəzərə aldıqda daha az önəm kəsb edir. Bu dron müharibəsidir. Biz onların istehsalı üzrə mütəxəssisik. Hətta bizim pilotsuz təyyarələr istehsal edən məktəbimiz də var. Nayen qeyd edib ki, dron istehsalında Amerika kompüterlərindən az istifadə olunur. Bunları da əvəzləmək mümkündür. Siyasətçi ən çox Amerikanın kəşfiyyat məlumatı verməsini dayandıracağından narahatdır. Amma bunu ehtimal hesab etmir. Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda hərbi jurnalist və şair Rəşid Faxralının 70 illik yubiley tədbiri keçirilib. Bərabər çalışmışıq. Azərbaycanın müstəqillik illərinin ən çətin dönəmində, Qarabağ savaşının ən gərgin vaxtlarında Rəşidlə bərabər Azərbaycan Müdafiə Nazirliyinin ilk mətbu orqanı olan Xalq Gözəl İnsanla mən bərabər çalışmışam. Hıqqana jurnalist olasan, bir də var, daxilində olubdur. Sən yaxşı olub ki, vaxtında riyaziyyatı atmırsan, publik başlığı yazmağa. Bir de onun ayrıldığı için Twitter yazdı, Twitter'in sesi yazdı. Ondan da bir bunu dinləmək təsəsin İkinci ilin mayında Zəngilana onun ezamiyyəti müddətində olub. Həmin dövrdə mən Zəngilana alayının komandir müavini idim. Rəşid demək olar ki, bizim hərbi jurnalistikamızın bünövrəsini qoyanlardan biri olub. O rayona gələndə istəyir Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Goranboy, Tərtər, bütün yerlərdə olub. O ilk növbədə əsgərlərlə görüşərdi, onları dinləyərdi, öz poetikası ilə onları ruhlandırardı və Rəşidin xalqın içində olması, Rəşidin vətən sevgisi onun poemalarında, onun şeirlərində, onun publisik yazılarında öz əksini tapıb. Mən Rəşid dostuma möhkəm can sağlığı, yaradıcı uğurları və bu işıqlı yolda bundan sonra 44 günün müharibə bitdikdən sonra Rəşid Faxralı bütün varlığı ilə şairdir. Rəşid Faxralı 2-ci Qarabağ müharibəsindən sonra mənə öz kitabını verdi. Həmin kitab onun publisistik məqalələrindən ibarət idi və o məqalələrin hamısının altında yazılırdı. Bu məqalə nə zaman çap olunub? Mən gördüm, Rəşid Faxralının məqalələrini oxudum və gördüm ki, 2017, 18, 19, 20-ci illərin əvvəllərində Rəşid Faxralının yazdığı məqalələr necə də əsgərləri və bizi oxucuları demək inandırmağa çalışırdı ki, mütləq o torpağa biz qayıdacağıq. Mən bu məqalələri təbiidir ki, müharibədən sonra, biz o torpaqlara qayıdandan sonra oxudum. Ancaq doğrudur, hər birimizin demək düşüncəmizdə bu fikir var idi, o torpaqlara qayıtmaq fikri. Ancaq bu şəkildə, bu inandırıcılıqla, bu dərəcədə inandırıcılıqla demək, mən bu fikirləri... Yəni, bir-birimizi uzaqlayıb, təbrik edirdik. Bu günləri Yazıçılar Birliyində, bu möhtəşəm Natəvan zalında Rəşid Faxralının 70 illik yubileyinə yığışmamız bizim üçün də bir toy bayramdır. Bizim üçün də şad gündür. Niyə? Çünki talib elə gətirib ki, düz 50 il bundan əvvəl, 49 il öncə biz birlikdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika Fakültəsinə daxil olmuşuq. Və biz Rəşid dayımla niyə dayı deyirik? Çünki Rəşid Faxralı bizə o dövrdə demək olar ki, qrupun dayısı adlanıb. Onun da səbəbi var idi. Səbəbi nə idi? Biz sentyabr ayının birində Bakı Dövlət Universitetinə Jurnalistika Fakültəsinə dərsə gəlmişik
Hamı sevinir. Təbii ki, o dövrdə jurnalistika fakültəsinə qəbul olunmaq özü böyük bir bayram idi. Auditoriyada oturub müəllim gözləyirik və qapı açıldı. Əlində portfel, gözündə eynək, yaşlı bir nəfər qapını açdı. Biz hamımız bir nəfər kimi qalxdıq ayağa. Çünki biz hesab elədik ki, artıq müəllim auditoriyaya girir. Vəziyyəti başa düşdü və keçdi birinci partada əyləşdi. Sonradan məlum oldu ki, Rəşid Faxralı, o da tələbədir, o da birinci kursa bizim kimi gəlib. Və təbii ki, o gündən biz elə ona day deyə müraciət elədik. Bugün üstündən xeyli müddət keçib və onun yazdığı əsərlər də, yazdığı şeirlər də, Azərbaycan mətbuatına təqdim elədiyi yazıları da Rəşid Faxralının bir yazıcı, publisist, jurnalist olaraq Azərbaycan evladı kimi hərbiçi olaraq şan şöhrətli olduğunu sübuta yetirdi. Rəşid Faxralı vətənpərvəri simvoludur. Azərbaycan ordusunun Dədə Qorqudu kimi biz onu tanıyırıq. Onu həmişə Azərbaycan əskərinə Rəşid Faxralı şeirləri uğurlu yol diləyib, qələbə əzmi, qələbiyə inam hissi aşırıyıbdır vətən əskərində. Və vətən müharibəsinin ilk günlərindən yenə də Rəşid Faxralını biz sıralarımızda görmüşük. Onun bütün yaradıcılığından barıt qoxusu gəlir, əskər nəfəsi gəlir. Ona görə də biz onu sevirik. Mən ona bundan sonra da yaradıcılıq uğurlar arzulayıram. Yaşı 70'i haqlasa da Faxralı yenə sıramızdadır, yenə də çalışır, yenə də xidmət edir. Mən Yunazda da dərin minnətdarlığımı bildirirəm ki, imkan tapıb bizim hərbi jurnalist, yazıcı, şair qardaşımızın 70 illiyini işıqlandırmaq üçün Yazıçılar Birliyindədir. Yenə təzəcə çatıb qalır. Ona xərcləməsən Rəşid Faxralı. Yaxınımızda demək, söhbət. Sonda əsas xəbər başlıqlarına bir daha nəzər salaq. Sina Axtəri Şişavan 1 il müddətinə azadlıqdan məhrum edilib. Amerika Ukraynaya hərbi yardımı dayandıracaq. İranın 60% zənginləşdirilmiş uran ehtiyatı 4 ildə 114 dəfə artıb. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.